Qarında piy toplanması. Bu sizə metabolik bir siqnaldır. Bəzən evimizdə bir otaq olur ki, hər şeyi ora toplayırıq. Anbar rolunu oynayır. Əvvəllər bir neçə əşya, sonra isə daha çox və axırda o otağa girəndə düşünürük ki, burada nəsə yolunda getmir. Buranı dərin olaraq yığışdırmamız lazımdır. Qarında piy də eyni belədir. Yavaş-yavaş, sakitcə yığılır və bir zaman bədən mesaj alır ki, burada bir problem vardır. Bəs niyə məhz qarın? Çünki qarın bölgəsində hormonal reseptorlar daha çoxdur və ona görə də bədən enerji anbarını ən səmərəli olan yerə yığır. Bu estetik deyil, bu bioloji strategiyadır. İnsulin bildiyimiz qədər anabolik hormondur. Yağ saxlayan hormon olaraq təkcə şəkər hüceyrəyə ötürmür, həmçinin anabolik hormon olaraq yağların orqanizmdə saxlayan hormondur. İnsulin yüksəldikcə bədəndə yağ yandırmaq yox, yağı toplamaq rejiminə keçir və bu yağ da ən çox qarın bölgəsinə toplanmağa başlayır. Stress bu zaman görünməyən bir köməkçidir. Əgər davamlı olaraq stress faktorlarının təsirinə məruz qalırıqsa, kortizol yüksəlməyə başlayır. Kortizol orqanizmin müdafiəçisi olaraq bədənin stressə qarşı müqavimətini artırmağa çalışır. Ancaq bu zaman onunla yanaşı insulin də yüksəlir. Yəni bədən stresi təhlükə kimi görür və bu təhlükədə inanın ki, orqanizm yağ yandırmaz. Yağı daha da saxlayar və pis günlər üçün depolayar. Ona görə də nə qədər yeyirəm sualı yox, çox yemişəm, ona görə qarnım çıxdı yox. Biz hormonal balansımızın yerində oturmadığına nəzarət etməliyik. Bəzən yemək çox olmasa da qarnımız yenə böyüyər və məsələ kaloride deyil, hormonal siqnalın pozulmasındadır. Bu zaman orqanizm bizə əslində mesaj ötürür. Enerji lazım ola bilər, ehtiyat yaratmaq lazımdır. Biz buna köklük, çəki artıqlığı deyirik, amma orqanizmimiz buna təhlükəsizlik deyir, ehtiyat deyir. Əgər qarında böyümə və piylənmə ilə yanaşı başqa əlamətlər də varsa, məsələn, şirin istəyi varsa, yeməkdən sonra halsızlığımız varsa, qarında köp və şişkinlik varsa, tez acımaq varsa, enerjimizin tez düşməsi, diqqət və konsentrasiya pozğunluğumuz yaranırsa, bu insulinin qanda dalğalanmasının da göstəricisi ola bilər. Və ona görə də əgər qarnınızda piy toplanması varsa, bu sizdə xəbərdarlıq nişanıdır. Sadəcə estetik əməliyyatlarla bunu aradan qaldıracağınızı düşünürsünüzsə, böyük bir yanlış edirsiniz. Yanaşı olaraq, mütləq endokrinoloq qəbulunda olaraq hormonal disbalansın əsas səbəbini tapıb prosesdən azad olmanız üçün çalışmanız lazımdır və əsas çalışacağınız da məqam həyat ritminizi sağlam şəkildə davam etdirmənizdir. Özünüzdən müğayət olun və bu videonu mesaj şəklində qarnından daimi şikayət edən ətrafınıza və dostlarınıza göndərməyi unutmayın. Sonda hər zaman dediyim kimi kanalıma abunə olun.